B vitamini əslində tək vitamin deyil. Suda həll olan və bir-biri ilə əlaqədar fəaliyyət göstərən 8 əsas vitamindən ibarət kompleksdir. Onlar enerji istehsalı, sinir sistemi, qan yaranması və hüceyrə mübadiləsində əsas rol oynayır. B1 vitamini, kimyəvi adı tiamin, əsas faydası, qlükozanın enerjiyə çevrilməsi, sinir sisteminin normal fəaliyyəti, ürək əzələsinin dəstəklənməsi, əsas mənbələri, tam taxıllar, qəhvəyi düyü, paxlalılar, günəbaxan tumu. B2 vitamini, kimyəvi adı riboflavin, əsas faydası, hüceyrə bərpası, dəri və göz sağlamlığı, antioksidant müdafiə, əsas mənbələri, süd məhsulları, yumurta, badam, göbələk, yaşıl yarpaqlı tərəvəzlər. B3 vitamini, kimyəvi adı niasin, nikotinik turşu və ya nikotinamid. Əsas faydası, maddələr mübadiləsini sürətləndirir, xolesterin səviyyəsini tənzimləyir, beyin fəaliyyətini dəstəkləyir. Əsas mənbələri, toyuq əti, balıq, yer fıstığı, qaraciyər, tam taxıllar. B5 vitamini, kimyəvi adı pantotenik turşu. Əsas faydası, hormonların sintezi, streslə mübarizə, enerji istehsalı, əsas mənbələri, avokado, brokoli, göbələk, yumurta, tam taxıllar. B6 vitamini, kimyəvi adı piridoksin, əsas faydası, sinir sistemi və beyin funksiyası, serotonin və dopamin sintezi, qan yaranması, əsas mənbələri, banan, noxud, kartof, toyuq əti, balıq. B7 vitamini, kimyəvi adı biotin, əsas faydası, saç və dırnaq sağlamlığı, dəri elastikliyi, yağ və karbohidrat mübadiləsi, əsas mənbələri, yumurta sarısı, badam, qoz, yer fıstığı, soya. B9 vitamini, kimyəvi adı fol turşusu, folat, əsas faydası, qırmızı qan hüceyrələrinin yaranması, hamiləlik dövründə dölün inkişafı, DNT sintezi, əsas mənbələri, ispanaq, quşqonmaz, mərci, noxud, çuğundur. B12 vitamini, kimyəvi adı kobalamin, əsas faydası, sinir liflərinin qorunması, qan azlığının qarşısının alınması, enerji səviyyəsinin yüksəlməsi, əsas mənbələri, qırmızı ət, balıq, süd məhsulları, yumurta. Qeyd, B12 əsasən heyvani mənşəli qidalarda olur. B vitaminlərinin ümumi xüsusiyyətləri, suda həll olur, orqanizmdə uzun müddət yığılmır, B12 istisna olmaqla. Enerji mübadiləsində birlikdə çalışır. Çatışmazlıq, yorğunluq, əsəbilik, dəri problemləri və qan azlığı yarada bilər.